Məmmədov Samir. Samir bəy, özünüz bilirsiniz ki, 20 yanvarın iştirakçılarından olmusunuz. Ümumiyyətlə 20 yanvarla bağlı fikirlərinizi almaq olar. 20 yanvar bizim nətər deyirlər, şanlı tariximizdir. Cavanlar, yaşlılar orada canımızı qoymuşuq da belə. Yəni həmin ərəfələrdə nə oldu? Nələr baş verirdi o dövrə görə? O Yəni danışmaq müstəqilliyin ilk uzun günlərində vaxt tələbi. Əsgərlər də gəldilər. Biz orada çıxdıq qabaqlarına. Atışma, ora kimə gəldi vururdular. əlin-yalı Bəli, heç kimdə heç nə yox idi. Hamısı biz bilmirdik axı. Bunlar birdən-birə bizə avtomatla atacaqlar. Özəki onlar Rus əsgərləri kimi deyil idi. O saçları uzun, saqqal belə, lap belə. Yəni bizim belə tanıdığımız əsgərlər kimi deyil idi də. Elə bir bayan forma palto idi. O ən birinci vaxtları deyirəm sizə, o daxil olan vaxtları. Amma əqqabısına baxırdın ki, qrajdanskıdır. Mən onda mən cavan idim, 10-cu sinifi bitirmişdim. Amma ki, onunla bizim 2-3 nəfər var idi, Əfqanistanda müharibədə iştirak eləmişlər. Onlarla birlikdə mən də, onlar məndən yaşca böyük idi, amma mən onlarla birlikdə 20 yanvar iştirakçısı olmuşam. Belə deyə də Belə əlbəyaxa da çıxmışdım birinci əsgərlərlə. Aslan bəy Allah verdi. 19 yanvar gecəsi 20 yanvara keçən gecə Rus qoşunlarının və Ermənistan qüvvələrinin bir yerdə Bakı sakinlərinə, silahsız Bakı sakinlərinə hücumu nəticəsində qətliamlar törədilmişdi və biz hər il 20 yanvar xatirəsinə öz şəhidlərimizi anırıq. Bu gün də belə mən özüm şəxsən gedirəm 20 yanvar şəhidlər xiyabanı yad eləməyə. Musa Əsədov yaşamışıq böyük. Çox şəfqətli günlər idi o günlər. Ancaq buna baxmayaraq bu xalqımızın, millətimizin zəfər günü idi. Biz həmişə bu gündən fəxr edirik. Bütün Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizi bu günlərə çıxarmasında böyük rol olubdu. Kuliyev Teymur Ədalətoğlu. Mənim yadımdadır, 1990-cı yanvarın 19-da axşam mən bax burada Nizami Gəncəvi kinoteatra getmişdim. Uşaq idim, onda orta məktəbin şagirdi idim. Oradan axşam idi, çıxdım, görəm qarandıq. Trolleybuslar işləmirdi. Yaxşıdır, mən taksi tapdım onda. Taksi ilə çıxdıq, getdik bu içəri şəhər yoluna, içəri şəhərdən, çünki yollar da bağlı idi. İçəri qoşa qala qapılarından çıxdıq. Gəldim, yaxşıdır, özümü evə çatdırdım. Sonra birazdan atəş səsləri eşidirdim. Şəhərə qədər səs-küy, atəş sorun, televiziya mərkəzində partlayış oldu. Yəni çox çətin günlər idi sizin üçün həmin dövr. Depressiya hamımız keçirirdik. Nigaran idik. Nəsibova Kəmalə. 20 yanvar Azərbaycanın qan yoldaşıdır, tariximizə yazılan. Amma 44 günlük Vətən savaşından sonra, Vətən müharibəsindən sonra artıq biz şəhidlərimizin məzarlarını başımız dik, alnı açıq ziyarət edirik. Uşaqdan böyüyə hər kəsin ziyarət etdiyi artıq bir ocağa çevrilib və ənənəvi şəkildə 20 yanvarda onları ziyarət edirik. Yəni o dövrdə Müstəqilliyə gedən ilk yol oldu, deyil mi? bəli, Azərbaycan dövlətinin müstəqilliyə gedən Azərbaycan xalqının necə mübariz olduğunu göstərdi eyni zamanda. İnsanlar əl-ələ tutub, heç kimdən qorxmadan, çəkinmədən əl-ələ tutub tankların qarşısını kəsərək, tankların şəhər mərkəzlərinə gəlməsinə mane olmağa çalışdılar insanlar. Yəni Azərbaycan xalqının necə mübariz, necə güclü, necə bir olduğunu eyni zamanda sübut etdi.